Hamınıza salam dostlar, mən Harun Mürsəlli. Bu kanalda çoxdandır video yox idi. Artıq bugün video var. Daha doğrusu var, 10 gün qabaq video paylaşmışdım. PUBG videosu, VS videosu, 1 və 3 M24 videosu. Amma çoxdandır səsimlə bir video atmırdım və kanalımda ilk qorxu oyunu budur dostlar. Yəni mənim kanalımda baxıram kanalıma. Mənim kanalımda olanlar ancaq PUBG videolarıdır. Bir dənə Stick var, Legacy oyunudur. Yəni mən bunları gördüm və dedim ki, bu dəfə də bir qorxu oyunu çəkim dostlar. Çəkmədən qabaq bu video artıq geri qayıtdım dostlar YouTube'a. Bildiyiniz kimi mən çoxdandır fəaliyyət göstərmirdim, video falan paylaşmırdım bunun və indi də dostlar qayıtdım. Bildiyiniz kimi yay da gəlir, martın axırlarında, yoxsa mart da bitir. Mən də dedim ki, artıq YouTube'a qayıtmağın vaxtıdır. İndi bunu dedim ki, kanalımızın qayıtmağının şərəfinə videosu çəkim. Qorxu videosu. Əminlə bu video inşallah yaxşı olar. Bu evdən də qaça bilərik Granny'nin evindən. Görək nə verir. Granny'yə baxaq görək. Yox da, gəl. Bura gir bura. Bax bura gəldi. Deməli biz burada dostlar, mənim əvvəlki kanalımda dostlar, burada qapıdan qaçma olur və ya vertolyotdan, teknədən, yəni hansını istəyirsiniz qaçma və ya siz bunu Granny videosuna xoşunuz gələcəkmi dostlar? Bu videoya 5 like gəlsə, mən biləcəm ki, siz bu videonun davamının gəlməsini istəyirsiniz. Ona görə nə edirsiniz? Yatır 5 like qoyursunuz və kanalıma da abunə olursunuz. 1000 abunələrdə qalmışam. 1200-1500 falan belə bir abunəm var. Bunu çalışaq ki, yaxın zamanda 2000 abunə eləyək. Mən bir ilə yaxında YouTube'da olmadığım üçün, kanalıma video falan paylaşmadığım üçün abunəm dayanmışdı. Və indi də istəyirəm ki, abunəm sayı artsın. İndi Granny çağıraq. Harda sanayi Granny? Gəl bura. O bir sanı. Hanı canım? Aha, tapdım səni. İndi bunun açarını alırıq. Gedə o yuxarıdakı o qapını açaq görək. Məncə bu dəfə qapıdan qaçaq. İstəsəniz vertolyotdan da qaçarıq. İndi bax buranı bağlayaq. Təzən açaq. Aha. Deməli burada bizə save key verdi. Aha. Yuxarı çıxaq görək bizə başqa nə verir. Dostlar, bu arada PUBG videolar artıq gələcək. Dediyim kimi bu kanalda ancaq artıq uzağı 2-3 gündən bir kanalda video olacaq. Ən gecə olsun 3-4 gün. 3 gündən bir bu kanalda video olacaq. Yəni narahat olmayın. Mən ən gecə 3-4 gün deyirəm. Bu kanalda videolar olacaq. Siz də çalışaq ki, bu əziyyətimin qarşılığında mənə bir like qoyasınız, abunə olasınız, abunə eləyəsiniz ki, mən də bilim. Yəni çox video artıq çox danışmayayım. Nəsə indi buradan qaçmaq üçün əlimizdə 1-2 dənə şey var. Gidə aşağı baxaq görək. Biz buradan bu qapıdan nətər qaça bilərik, ona bir baxaq. Aha, buradan door handle çıxdı. Baxaq görək buradan nə çıxır. Yox, bu lazım deyil. Bura baxaq görək buradan nə verir. Buradan door lock, yəni qapı kilidi, bu da lazım deyil hələ ki. Bura baxdığımızda burada bir dənə helikopterin açarını tapırıq. Helikopterin açarı, amma bu da əslən qalsa lazım deyil. Bizə qalsa, bizə şey lazımdır dostlar, wrench lazımdır. Wrench tapmalıyıq ki, bu wrenchlə də buradan qaçıb. Burada nəsə bir şey var. Açar var orada. O açarı götürməliyik. Deməli, bizə wrench lazımdır. Wrenchi də hardan tapırıq? Görün bir. Tüfəngi alaq. Shotgun alaq, içini dolduraq. Deməli, bizə nə lazımdır? Wrench. Dostlar, deməli bizim burada falan botun anahtarı var. Burada heç iş lazım deyil. Burada baxaq ki, hər an qarşımıza Granny çıxa bilər, ona görə biraz narahatam. Bu oyunda ən zəhmli şey risk adam qarşısına Granny çıxmağıdır. Yəni çox nifrət edirəm mən bu Granny'nin risk qarşıma çıxmağına. Yəni nə bilim valla. Baxaq görək burada nə var.
Burada da baxsaq. Əslində bu da lazımsız bir şeydir. Bu da helikopterdən qaçmırıq biz. Branchi tapmaq üçün də prosto bizim şey tapmalıyıq. Adını deyir. O. Bu indi. Ay mən nə ara gördüm axı. Baxdıq tartda. Ay. Cabra. İnşallah karşıma o adam çıkmaz. Bu anda Grand Pay'da dersən, hə. Deməli dostlar, Grand tapmaq üçün nə etməliyik? Düşürəm aşağı görüm. Aşağılarda falan buradan riski çıxma ehtimalı var. Buradan aşağıya düşüb baxırıq. Aşağıda heç. İndi hardan ola bilər? Branchi hardan tapa bilərik? Branch ola bilər. Yəni bilmirəm ki. Yəni bu Green gəlsin, biz bu Green'i vuraq. Aha, cəb. O bir sanı Green'i. Onunla çarım ikinizdə bir vuracağım, görəsiz. Cəmra. Hardasan, hara getdin? Bura gəl də. Getmə, nə olmur? Cəbra. 1, 2, 3, 4. Cəbra. Ala. İndi sən öldün. 2 dəqiqə 30 saniyə dostlar vaxtımız var. Biz də ki bu 2 dəqiqə 30 saniyəsində nə edə bilərik? Buralara baxdıq. Buralara baxmadığımız yer qalmadı. Bizim oralarda Branch üçün benzin nə vardı? Dərsən dostlar, bizim qapıdan qaçmalıdır. Qaçını götürək. Qaçı lazımdır. Bu toku kəsmək üçün. Bu qapının tokunu kəsmək üçün çox lazımdır. Da buranı da kəsdik. Yuxarıda başqa bir heç nə yoxdur. Branch. Burada bax, son kez burada bax. Burada da olmalıdır. Bax. Allah haqqı bax. Videoda baxacağam. Videoda dayanmadan bax, videoda bunu YouTube'a paylaşanda geriyə sardırıb baxacağam. Axı Branch orada deyildi axı, mən görmədim. Yorumlarda bir dənə yazarsınız. Nə onu görmədim. Bəlkə dostlar. Bilmirəm, bəlkə oradadır, günahını almayım. Mən görməmiş də ola bilərəm. Bunu kayıtda baxacağım da özüm. Canlı vuraq. Bu balaca deyil. Balaca dediğimiz ki hörümçəyə oxşuyur. Heç hörümçəyi də demək olmaz. Hara girsən? Oy yüzü bir. Bax, məsələn, neynim bax, indi məsələn mağaram. Bunu sən özün istədin, Cabra. Mənə baxırsan dişdik. Görmürsən bu balaca mən yıxıb dişlədi. Tərbiyəsiz balaca. Allah şükür kravarı tapdıq. İnşallah qarşımaya heç kim çıxmaz. Bax, ölmək istəmirəm. Heç havasında deyiləm. Heç. Gedək aşağıdakı qutuya bax. Aşağıdakı qutudan bizə nə verir? Qarşıma heç nə çıxmasın. Buradan aşağı düşürəm. Baxıram buradan nə verir? 100% buradan şok tapanca verəcək. Bax, mən deyirəm. Mən bilirəm də. Vallah bilirəm. Yuxarı çıxırıq. Buranı da açaq. Gözə. Bura qalmışdı. Gedib buranı da açaq. İndi yuxarı çıxaq. İndi Green'i dirilmiş olar. Green'i diril. Gözümün qabağında dirildi. Videoda baxacağım. Allahıma and olsun. Dərsən gözümün qabağında dirildi. Dostlar gördünüz. Demək Green'i dirildi. Kuxnaya çıxır demək. Riskdən qarşıma bu balaca da demək. Grand bal çıxdı. Bunlar risk dirilirlər. İnşallah Green'i qarşıma sən də qəfildən çıxmazsın. Bax, elə şey eləmə oldu, elə şey eləmə. Yoxsa oyda. Gözüm, mən biləm sizin. Buranı açaq hələ bir. Bir dənə deməli, bir dənə bizim qaldı Pavlo filmimizdə. Onu da hardan alacağımı mən özüm bilirəm.
bu tapancanı götürək, bizə lazım olacaq. Qaçdı yuxarıdadır. İndi bizim ikinci mərtəbəyə çıxmamız lazımdır. Burana basırıq. Granny gəlsin. Gel. Dostlar, bu arada bilməyənləriniz varsa, bilməyənlər üçün ora basanda bu hər ikisi də gəlir. Granny ilə Grandpa ikisi də gəlir, gördüyünüz kimi. Asılı olmur. Bura basanda həm ikisi də gəlir. Yəni təkcə bundan asılı olmur. Məsələn, Grandpa var ya, Grandpa. Bu Grandpa eşitmir normalda, amma o aşağıdakı yerə basdıqda bir də bu vazo var ya, vazo. Bu vazo bura düşəndə o eşidir, gəlir. Yəni bu taktiği sizə verim. Yəni çox vaxt Granny ilə Grandpa aşağı çağıram. Aradan girirəm, yuxarı çıxıram lootlanmağa görə. Lootlanmaq özlə. Ağlım PUBG-yə gedib. Nəysə. Dostlar, demək yuxarı çıxırıq. Ay Allah, kıçım. Dur. Tez. Vaxtım. Qaç yenə verirsən mənə və yuxarı çıxırıq. İnşallah Pablo'ya verərsən. İnşallah. Aya, bu niyə belə oldu? Oyda. Gələ bunun gülləsini götürək. Bu qaçını ver. İnşallah burada olar bu. Bismillah. Bilirəm də. Vallahi billahi bilirəm. Demişdim. Mən deyirəm də, bu işi mən bilirəm. Dur. Tez dur. Tez və dostlar, Granny 2-dən qaçırıq. Yəni bu qədər asan. Yəni bu arada mən bunu easy modunda oynadım. Normal modda da istəyirsiniz. Normal modunda da oynuram. Bu videonun davamının gəlməsini istəyirsinizsə, baya bu Granny'nin hansı modunda oynayım? Normal, hard, extreme mod. Yəni hansı modunda oynayım? Siz bunu yorumlarda yazın və 5 like. 5 like kifayət qədər bəs edir, gördüyünüz kimi də. Yəni aradan artıq qayıtdığıma görə YouTube'a bu videoya ən az 5 like gözləyirəm. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Allah'a əmanət. Sağ olun.